Azərbaycanda bu qədər hadisə baş verib. Bilirsiniz, 200 illik bir əsarətə son qoyulub. Azərbaycana qarşı oynanılan bir çirkin oyuna son qoyulub. Böyük bir hadisə baş verib. Mən bundan sonra fikirləşirdim ki, heç olmasa məhkəmələrimiz də biraz o ürək yanğısı yaranar, bir xalqa meyillənmək olar. Bunlar bundan da nəticə çıxarırlar, nə örnək çıxarırlar. Özbaşına məhkəmə prosesləri davam eləyir, qanunsuz məhkəmə prosesləri davam eləyir. Hər məhkəmə, hansı məhkəməyə vəsadət verirsən deyir, işimiz çoxdur, vaxtımız yoxdur, baxa bilmirik. İşin çoxdur, vaxtın yoxdursa işləmə. Əgər araşdırmaq imkanın yoxdursa işləmə. Niyə işləyirsən ki sən? Sən dövlətdən maaş alırsan, sən vətəndaşın hüququnu qorumalısan. Dövlət vətəndaşın hüququnu qorumalıdır. Onun hüquqlarına təminat verən dövlətdir. Sən bu işləri görmürsən, sonunda niyə işləyirsən ki? İşləmə. Denən bacarmıram, gücüm çatmır. Yalandan elə gəldi, müşavirəyə gedib gəlirlər, bir dəqiqə 20 səhifə apellyasiya şikayəti yazırıq, bir dəqiqə girir, çıxır içəri, deyir ki, apellyasiya şikayəti təmin olunmasın. Harda baxdın bu şikayətə sən? Necə baxdın bu şikayətə? İnsanların taleyi oynayacaq. İnsan taleyi ilə oynayırsan. Buna yəqin ki, vəzifəli şəxslər baxacaqlar. Bu, Azərbaycan dövlətinin qana boyanmış başıdır, kəsilib. Dövlətin başını kəsiblər. Bax, belə saxta qanunsuz hökmlərlə. Yəni, bu qədər olmaz. Yəni, bir qədər də ən azında heç olmasa bir həyaya lazımdır, abır lazımdır, qanuna hörmət lazımdır, dövlətə hörmət lazımdır. Vətəndaşa hörmət lazımdır. Biz hara gedirik ki, belə qanunsuz hərəkətlərlə, qanunsuz hökmlərlə? Gəlsinlər və dövlət, mən, sizin efirə bilirsiniz, mən belə, bəlkə də biraz populist söz olur, fikir olur. Fuad Ələsgərov özünün ən inandığı, Fuad Ələsgərov yox, dövlət başçısı İlham Əliyev, özünün ən inandığı hüquqşünası göndərsin bura, sizinlə burada oturaq, onlarla yanaşı. Onlar da desinlər, mən baş prokurorun mavini gəlsin, iddiamı təsdiq edən mavini gəlsin, mən sübut eləyim ki, bu qanunsuzdur. Baş prokurorluqdakı vaxtda, Dərmanov rayon prokurorluğunda, polisində residiv şəxsi azad eləyiblər həbsdən. Əvvəllər 2 dəfə, 3 dəfə məhkum olunub, 2 dəfə məhkumluqdur, bir dəfə xitam verilib, cəzasını azaldıblar, heç bir zərər çəkmişə pul ödəməyib, götürüb yazıblar ki, zərər çəkmişin pul ödəndi. Yalandan yazıblar. Müstəntiqdən müdafiə eləyir. Prokuror işə gəlmir, məhkəmədə azad eləyir. Necə eləyirsiniz siz bunu? Cinayətin residivi törədir və bu adam cəzanın yarısından aşağı ala bilməz. Bu adam həbs alacaq. Siz bunu həbsdən necə buraxırsınız? Tək o məsələ deyir ki, çox sayılı işlər var. Çox sayılı, baş prokurorun nəzarətində olan iş var. Hətta orada Mikayıl Cabbarovun adı hallanır. Pulun alınmasında. Mən əminəm ki, Mikayıl Cabbarovun o işdən xəbəri yoxdur. Mən həqiqəti deyirəm həmişə, vəzifədə olmasından asılı olmayaraq. Baş prokurorun nəzarətindədir. Hansı nəzarəti həyata keçirmirsən, ay baş prokuror sən? Sənin işini götürüb tullayıblar arxivə. Nəsimi rayon polis idarəsində, Nəsimi rayon prokurorunun da qəbulunda olmuşam, şəhər prokurorunun da qəbulunda olmuşam. Şəhər prokuroru göstəriş verib, 3 aydır mən bilmirəm o göstəriş hardadır. Adicə bir qərar ala bilmirlər. Adicə qərarda başında bir adamın ayağını yazıblar. Ortasında başqa bir adamın əməlinə qiymət veriblər. Qərar xitam hissəsində də başqa bir adamın. Təsəvvür edirsiniz, burada yazıblar ki, Əli Əliyev barəsində hökm. Burada yazıblar Vəli Vəliyevin cinayəti. Burada da yazıblar Məhəmməd Quliyev barəsində işə xitam verilsin. Şikayəti yazıram, götürürlər ki, şikayətin əsassızdır. Bunu oxu gör, burada nə yazılıb axı? Nətər əsassız ola bilər ki, bir qərarda 3 dənə, özdə baş prokurorun xüsusi nəzarətində olan işdir bu. Bu qədər də olmaz axı. Baş prokurorunda mənə ağrıdan o deyil. Mənim üçün, bilirsiniz, Azərbaycanın baş prokurorunun xüsusi nəzarətində, üstündə var, elə bir dərkənar var ki, bu iş nəzarətdədir. Sənin xüsusi nəzarətində olan iş budursa, nəzarətində olmayan iş nə gündədir ki? Yəni, bu vəziyyət, ölkədə vəziyyət budur. Məhkəmə belə, prokurorluq belə. Polisin də başa düşürük, polisin əziyyəti çoxdur, zülmü çoxdur, çətindir, hamının nəzarətindədir, hamı göstəriş verir, o göstəriş verir, bu göstəriş verir. Qalıblar çıxılmaz vəziyyətdən, müstəntiqlər də qabaqki müstəntiqlər deyil də, dəyişiblər. Nəsil dəyişib, elə bil, nəsil dəyişməsi ilə əlaqədar iş keyfiyyətində ciddi dəyişiklik var. Belə bir vəziyyət yaranıb, biz bilmirik ki, bu vətəndaşlar neynəsin. Biz bu əziyyətləri çəkiriksə, yazıq vətəndaş neynəməlidir? Ay hakim, sən araşdırmalısan bunun hamısını. Yəni, cinayətin tərkibinin əlamətləri var, zəruri əlamətləri var, fakultativ əlamətləri var, subutlar araşdırılmalıdır. Ali Məhkəmə Plenumunun 182-ci maddə ilə bağlı qərarı var, 221-3 ilə bağlı qərarı var.
Sən necə olur bu Ali Məhkəmənin qərarını tapdıyırsan, Konstitusiya Məhkəməsinin qərarını tapdıyırsan, qanunu tapdıyırsan, necə olur bu? Nətər olur siz hakim niyə işləməlisiniz siz hakim? Niyə? Mən bunu bilmək istəyirəm. Ay hakimlər, axı indi hamısı haqqında demirəm, ədalətli hakimlərimiz də var. Bu cəmaətin, xalqın cibindən, belindən, maaşından tutulandan siz maaş alırsınız. Vergidən alırsınız da maaşı. Məndən tutulandan alırsınız da. Mənim haqqıma heç olmasa qanunu yanaşında, heç olmasa o aldığınız pula görə, məvacibə görə bu dövlətə yazığınız gəlsin, bu xalqa yazığınız gəlsin. Ədalətli baxın da işlərə. Biz sizdən qormuruq. Nə edəsiniz bizə? Uzaqbaşı şərriyyəsiz də. Sonra nə edə bilərsiniz? Şərrəmənin də axır nəticəsi də olacaq. Daha bugün sabah başqa olacaq. Yəni bu qədər olmaz axı. Cavan hakimlərimizi körlüyürlər. Ədalətli baxmaq istəyən hakimlərimizi körlüyürlər. 2000-ci ildə islahatdan sonra, mən indi o hakimin adını çəkmək istəmirəm, bu gün də vəzifədədir. Yaxşıya deyəcəm, çıxardacaqlar işte. O da gedəcək. Ədalətli baxmağa başlayan hakimləri oldu, qətimkan tədbiri ilə bağlı, cinayət işləri ilə bağlı. O hakimlərin hökmlərindən, qərarlarından protest verdilər, hamısını ləğv elətdirdilər. Dedilər, oturun yerinizdə, ayağınızı uzatmayın. Burada xət var, çevrə var, buradan mənə çıxa bilməzsiniz. Elədilər hamısını. Və ona görə də insanlar qalıb belə çətin vəziyyətdə. Məhkəmə öz istədiyini eləyir. İstədikləri hökmü çıxarırlar. Araşdırma çox zəif gedir. İmkanlar deyirlər. Qabaq Ali Məhkəmənin hakimləri vardı, ağır cinayətlərin hakimləri. İndikindən 2-3 dəfə azıdır. Necə olur deyirlər, tam araşdıra bilir. Onda da ədalət yox idi. Amma tam araşdıra bilirdilər. Ləman xanım vəsadət verirdi, müəyyən vəsadətləri araşdırırdılar. Müəyyən halları ortaya qoyurdular. Amma indi heç nə qalmayıb. Heç nə qalmayıb. Audio yazı qoyursan, video yazı qoyursan ki, ay balam, burada budur. Sumqayıtda bir iş var, vətəndaş polisdədir. Vətəndaşın zavoda girib, zavodun həyətindən, zavodun kilidini sındırıb, malını eyvanına aparırlar. Polis deyir ki, sübut yoxdur. Olmuşam Sumqayıt şəhər prokurorunun müavininin qəbulunda deyib, sübut yoxdur. Deyirəm, video görüntü var, bu malı maşına necə yüylüyürlər, Kamaz maşın zavodun həyətindən necə çıxır, ifadə alıqlar kimi alır, deyir, sübut yoxdur. Deyirəm, onda sübut nə olmalı? Doğru gəlib deməlidir ki, cənab prokuror, sizdən xahiş edirəm, məni tutun, mən uğurluq eləmişəm. Deyirəm, fakt ortadadır, da eləyin. Tək o deyil, yəni yüzlərlə belə fakt çəkə bilərəm. Bu partlayışa gedir, bu gərginliyə gedir. Mən də ölkəmizdə bu qələbədən sonra, bu 200 illik tarixdən sonraki böyük qələbədən sonra əmin-amanlıq görmək istəyirəm. Xalqımın yaxşı yaşamasını görmək istəyirəm. Əhalinin o dövlətə inamının artmasını görmək istəyirəm. Mənim üçün nədir? Mən daha çox maraqlı olaram ki, qoy hüquq əzilsin, mən pul qazanım da. Belə də düşünmək olar.